Salam əziz dinləyicilər, Kimya Dünyası podkastına xoş gəldiniz. Mən Səmra Əliyevayam, kimya elmləri üzrə dosent. Yanımda isə həmkarım, kimyaçı Rövşən bəy var. Bugün bizim mövzumuz kimyəvi elementlərin ən sadəsi, amma ən böyük sirləri olan hidrogen. Rövşən bəy, başlayaqmı? Əlbəttə Səmra xanım. Mən bu mövzuya həmişə böyük maraqla yanaşıram. Hidrogenin kəşfindən başlasaq yaxşı olar deyə düşünürəm. Siz bilirsiniz ki, hidrogenin kəşfi çox maraqlı bir tarixə malikdir. Onu ilk dəfə kim kəşf etmişdir? Çox yaxşı sual. 1766-cı ildə İngilis alimi Henry Cavendish hidrogeni kimyəvi element kimi müəyyən etdi. O, metalların turşularla reaksiyasından yaranan yanıcı havanı araşdırdı. Lakin hidrogen adını 1783-cü ildə Fransız alimi Antoine Lavoisier verdi. Bu ad Yunanca hidro, su, genes, yaradan deməkdir. Yəni, su yaradan mənasındadır. Bəs Rövşən bəy, siz hidrogenin atom quruluşu haqqında nə deyərdiniz? Çox gözəl izah etdiniz. Hidrogenin atom quruluşu inanılmaz dərəcədə sadədir. Cəmi bir protondan və bir elektrondan ibarətdir. Atom nömrəsi 1, atom kütləsi isə təxminən 1,8 AKV-dir. Səmra xanım, məni maraqlandıran bir şey var. Hidrogenin 3 izotopu mövcuddur. Protium, deuterium və tritium. Bunlar arasında fərq nədir? Əla sual. 3 izotop proton sayına görə eyni. Hər birinin bir protonu var. Lakin neytron sayı fərqlidir. Protium 1H, neytronu yoxdur. Ən çox yayılmış izotopdur. 99,98%. Deuterium 2H, bir neytronu var. Ağır su D2O-nun tərkibinə daxildir. Tritium 3H isə 2 neytronu olan radioaktiv izotopdur. Yarımpozulma müddəti 12,3 ildir. Nüvə silahlarında və termonüvə reaksiyalarında istifadə olunur. Rövşən bəy, hidrogen dövrü cədvəldə hansı qrupa aiddir və bu mübahisəli məsələ deyilmi? Bu həqiqətən kimyaçılar arasında maraqlı mübahisə mövzusudur. Hidrogen dövrü cədvəldə birinci qrupa, birinci dövrə yerləşdirilir. Lakin onun mövqeyi həmişə mübahisə doğurur. Bəzi alimlər onu 1A qrupuna, qələvi metalların yanına, bəziləri isə 7A qrupuna, halogenlərin yanına qoyurlar. Çünki hidrogen həm elektron verə, həm də qəbul edə bilir. Bu amfoterik xarakter onu unikal edir. Səmra xanım, hidrogenin fiziki xassələri barədə danışaq? Mütləq. Hidrogen normal şəraitdə rəngsiz, qoxusuz, dadsız bir qazdır. Ən yüngül elementdir. Sıxlığı cəmi 0,10-0,899 qram bölək litrdir. Yəni havadan 14,4 dəfə yüngüldür. Qaynama nöqtəsi -252,87 Selsi, ərimə nöqtəsi isə -259,14 Selsidir. Bu, onu maye halına gətirmək üçün son dərəcə aşağı temperatura ehtiyacı olduğunu göstərir. Rövşən bəy, hidrogenin kimyəvi xassələri barədə nə deyərdiniz? Hansı reaksiyalar ən vacibdir? Hidrogenin kimyəvi xassələri son dərəcə zəngindir. Birincisi yanma reaksiyası. 2H2 üstəgəl O2 bərabərdir 2H2O. Bu reaksiya böyük istilik enerjisi ayrılması ilə müşahidə edilir. 286 kilojoule bölək mol. İkincisi, metallarla reaksiya. Qələvi metallarla hidridlər əmələ gətirir. 2Na üstəgəl H2 bərabərdir 2NaH. Üçüncüsü, reduksiya edici xassəsi. Metal oksidlərini reduksiya edə bilir. CuO üstəgəl H2 bərabərdir Cu üstəgəl H2O. Bu sənayedə geniş tətbiq olunur. Səmra xanım, hidrogeni sənayedə necə əldə edirlər? Sənayedə hidrogenin əldə edilməsinin bir neçə əsas üsulu var. Ən yayılmış üsul təbii qazın buxarla reformasiyasıdır. CH4 üstəgəl H2O bərabərdir CO üstəgəl 3H2. Bu proses 700-1100 Selsidə baş verir. İkinci üsul suyun elektrolizi. 2H2O bərabərdir 2H2 üstəgəl O2. Elektrik enerjisi ilə suyu hidrogen və oksigenə ayırırıq. Bu, yaşıl hidrogen istehsalı üçün ən perspektivli üsuldur. Laboratoriyada isə ən sadə üsul metalların turşularla reaksiyasıdır. Sink üstəgəl H2SO4 bərabərdir sink sulfat
üstəgəl H2 yuxarı. Rövşən bəy, indiki dövrdə hidrogenin enerji sahəsindəki rolu barədə nə düşünürsünüz? Ah, bu möhtəşəm bir mövzudur. Hidrogen gələcəyin yanacağı kimi qəbul edilir. Hidrogen yanacaq elementlərində fuel cell, hidrogen oksigenlə elektrokimyəvi reaksiyaya girir və elektrik enerjisi su buxarı əmələ gətirir. Heç bir zərərli emissiya yoxdur. Avtomobil sənayesində Toyota Mirai, Hyundai Nexo kimi hidrogen avtomobilləri artıq istehsal olunur. Lakin Səmra xanım, bir sual verməliyəm. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen terminlərini eşitmisinizmi? Bunları izah edə bilərsinizmi? Bəli, bu rəngli terminlər hidrogenin istehsal üsuluna görə verilən klassifikasiyadır. Boz hidrogen ən çox istehsal olunanıdır. Təbii qaz reformasiyasından alınır, lakin CO2 buraxır. Mavi hidrogen eyni prosesdir, amma CO2 tutulur və yer altına yerləşdirilir. Karbon tutma texnologiyası. Yaşıl hidrogen isə ən təmizi olanıdır. Bərpa olunan enerji mənbələrindən, günəş, külək mənbələrindən alınan elektrik enerjisi ilə suyun elektrolizindən istehsal olunur. Gələcəkdə yaşıl hidrogen qlobal enerji inqilabı yarada bilər. Rövşən bəy, hidrogenin kosmik əhəmiyyəti barədə danışaq? Ah, bu möhtəşəm bir mövzudur. Hidrogen gələcəyin yanacağı kimi qəbul edilir. Hidrogen yanacaq elementlərində fuel cell, hidrogen oksigenlə elektrokimyəvi reaksiyaya girir və elektrik enerjisi su buxarı əmələ gətirir. Heç bir zərərli emissiya yoxdur. Avtomobil sənayesində Toyota Mirai, Hyundai Nexo kimi hidrogen avtomobilləri artıq istehsal olunur. Lakin Səmra xanım, bir sual verməliyəm. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen terminlərini eşitmisinizmi? Bunları izah edə bilərsinizmi? Bəli, bu rəngli terminlər hidrogenin istehsal üsuluna görə verilən klassifikasiyadır. Boz hidrogen ən çox istehsal olunanıdır. Təbii qaz reformasiyasından alınır, lakin CO2 buraxır. Mavi hidrogen eyni prosesdir, amma CO2 tutulur və yer altına yerləşdirilir. Karbon tutma texnologiyası. Yaşıl hidrogen isə ən təmizi olanıdır. Bərpa olunan enerji mənbələrindən, günəş, külək mənbələrindən alınan elektrik enerjisi ilə suyun elektrolizindən istehsal olunur. Gələcəkdə yaşıl hidrogen qlobal enerji inqilabı yarada bilər. Rövşən bəy, hidrogenin kosmik əhəmiyyəti barədə danışaq? Ah, bu möhtəşəm bir mövzudur. Hidrogen gələcəyin yanacağı kimi qəbul edilir. Hidrogen yanacaq elementlərində fuel cell, hidrogen oksigenlə elektrokimyəvi reaksiyaya girir və elektrik enerjisi su buxarı əmələ gətirir. Heç bir zərərli emissiya yoxdur. Avtomobil sənayesində Toyota Mirai, Hyundai Nexo kimi hidrogen avtomobilləri artıq istehsal olunur. Lakin Səmra xanım, bir sual verməliyəm. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen terminlərini eşitmisinizmi? Bunları izah edə bilərsinizmi? Bəli, bu rəngli terminlər hidrogenin istehsal üsuluna görə verilən klassifikasiyadır. Boz hidrogen ən çox istehsal olunanıdır. Təbii qaz reformasiyasından alınır, lakin CO2 buraxır. Mavi hidrogen eyni prosesdir, amma CO2 tutulur və yer altına yerləşdirilir. Karbon tutma texnologiyası. Yaşıl hidrogen isə ən təmizi olanıdır. Bərpa olunan enerji mənbələrindən, günəş, külək mənbələrindən alınan elektrik enerjisi ilə suyun elektrolizindən istehsal olunur. Gələcəkdə yaşıl hidrogen qlobal enerji inqilabı yarada bilər. Rövşən bəy, hidrogenin kosmik əhəmiyyəti barədə danışaq? Ah, bu möhtəşəm bir mövzudur. Hidrogen gələcəyin yanacağı kimi qəbul edilir. Hidrogen yanacaq elementlərində fuel cell, hidrogen oksigenlə elektrokimyəvi reaksiyaya girir və elektrik enerjisi su buxarı əmələ gətirir. Heç bir zərərli emissiya yoxdur. Avtomobil sənayesində Toyota Mirai, Hyundai Nexo kimi hidrogen avtomobilləri artıq istehsal olunur. Lakin Səmra xanım, bir sual verməliyəm. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen terminlərini eşitmisinizmi? Bunları izah edə bilərsinizmi? Bəli, bu rəngli terminlər hidrogenin istehsal üsuluna görə verilən klassifikasiyadır. Boz hidrogen ən çox istehsal olunanıdır. Təbii qaz reformasiyasından alınır, lakin CO2 buraxır. Mavi hidrogen eyni prosesdir, amma CO2 tutulur və yer altına yerləşdirilir. Karbon tutma texnologiyası. Yaşıl hidrogen isə ən təmizi olanıdır. Bərpa olunan enerji mənbələrindən, günəş, külək mənbələrindən alınan elektrik enerjisi ilə suyun elektrolizindən istehsal olunur. Gələcəkdə yaşıl hidrogen qlobal enerji inqilabı yarada bilər.
Rövşən bəy, hidrogenin kosmik əhəmiyyəti barədə danışaq.